Getirdin kızı. Kızı getirmişim. Kızımın katilinin adını ver, kızı götür. Ver kızı. Reis. Kızımın katilinin adını ver, ben de sana kızı veririm. Sen verdiğim tapşırığı yerine getirmedin. Biz axı danışdıq. Əsas səhvini anlayıb artıq buradadır. Hər şey yaxşı olacaq. Əvvəlkindən də yaxşı, hə? Sen sesini kes. Kızı ver. Kız arkada oturur. Bago, kızı getir. Oldu reis. Reis. Ne oldu? Ömer çık git. Hara yedim? Bilmirəm hara gedirsən. Mən həll eləyəcəm, daha səni narahat eləyən olmayacaq. Çıx getsin. Birden sen halledebilmedin. Onda beni öldürecekler ha? Bunu özündən götür. Ne inirsən cəmaatın içində? Ölkədən çıxsan, özündən götürmə. Beni de apardan olar. Hara aparım sənə, yazıq. Ölmək istəyirsən, Sen ölsen onsuz da beni öldürecekler. Ne olur. Ne olur Çınar, beni de apardan. boş-boş danışma, çıx getsin. Ben
Mən də sənə kömək eləyərəm. Sən? Mənə? Hə, dəstək olaram sənə. Sinar. Kız hani? Oyun oynuyorsan benden. Bir dəqiqə gərginlik lazımdır. Bu saat hər şeyi həll eləyərik. Sən nə edirsən? Ha? Qız hanı? Qızı ver, bilirsən ki, axırı zibil olacaq. Zibil olacaq. Elə ona görə buradayım da. Sinan, sən nə edirsən? Reis! Kızımın katilinin yerinde. Sen sözün üstünde durmadın. Kızı verip katilin adını alacaktın. Kız mende yoktu. Ama notbook'u vereceğim. Bəs, belə baxanda eyni şeydir də. Hə? Ver nə oldu? Lazımdır, mən gedim gətirim. Hə? Kız da lazımdı. Şifreni o bilir. Reis! Kızımın katilinin yerinde. Yoksa Yoksa ne? Gafırı öldüreceksen? Öz yakın adamını? Sən yəqin ki, bunu eləməzsən də. Hə? Yoxsa eləyərsən. Gafur, bağışla. Biraz incideceğim seni. Sənə silah verən yerdəlimi Reis, kızımın katilinin adını de. Yoksa növbət hədəf sensin. Cesaretli adamsan. Tanıştığımız kimi. Mənə lazım olan səndədir. Sənə lazım olan məndə. Kızı ver, katili al. Sen ağıllı adamsan. Səni itirmək istəməzdim. Sen benim en yaxşı killerimsən. Bugüne kadar beləydi, bundan sonra da belə olmağını istəyirəm. Gətirəcəksən mən o kızı. Yoksa təəssüf hissiyle başka en yaxşı killeri axtarışına çıxacaq. Sen de azdırıl da. Sana verdiğim silahın içindeki güllələr pnevmatik idi. İncimə, Çınarın yaxın dostuna əsl güllə verə bilməzdim. Yox? Xəbərim yox idi. Əl qolunu bağlayırsınız. Zəhərə kimi qalır burada, ağlı başına gəlir. Elə bunun da. Bir plan var. Kulak as. Ben sana işare edeyende biri var yürekte.
Bizi bunlar öldürmese bu öldürecek. Silah at yere. Uşaqlar, bizim sizin işimiz yoktu. Kalın burada. Maşına. Kalın burada. Kalın burada. Ben bir şey başa bilmem. Sen bu boyda yolu, ha? Gelmişsen, kızı getirmişsen. Lazım olan niye kızı vermedin, ha? Elə bil ki, mən də maşındayım, eşidirəm. Sen bir dakika sus, xahiş ederim, ha? Her şey onsuz da sana göre baş verir. Sen de ne mi? Kızın atasını öldürüp, özünü xilas edip günahlar öyüyorsan, ha? Ey, sən ağ elədin ha. Bağışdın xanım, heç mən də burada olmaq istəməzdim. Vallahi. Ha. İndi sağa gedirik, sola gedirik, düz gedirik, hara gedirik? Çınar, mən bilmirəm, mən onunla gəlməmişəm. Biz batdıq. Biz batdıq. Biz batdıq, Qafur. Onlar bizi tapacaq. Və biz ona heç nə bilməyəcəyik, heç nə. Qızı niyə vermirsən, ha? Gəl qız aparaq təhvil verək. Yaxşı, verməyək. Verməyək. O notebookda olan zibil məlumatı çıxardıb verək. Canımız tutarsın deyə, həyatımızı yaşayaq da, nə olar? Tutaq ki, notebooku verdik. Şifrəsini bilmirəm. Neçə dəfə deyim ki, sizə bilmirəm şifrəsini. Niyə başa düşmürsünüz? Qafur. Pulun var. Qaçaq, xaricə qaçaq. Qəşəng, yaxşı fikirdir. Nə qədər lazımdır? Acmışam. Yemək üçün pul istəyirəm. Pulun var. Ay, sən nətər adamsan, ha? Bizi indi öldürəcəklər, Sən yeməyə fikirləşirsən. Öldürəcəklər, heç olmasa ac ölməyək. Telefonu ver. Sipariş verirsən? Ne yiyirsən? Tez siparişi gətir, o səhərə kimi bizim qanımızı buradan yazsın. Başım bağ olsun. Mən də gedim, həllərime gedim. Gəl. Çınar. Mən onlara verəcəksən. Sənə verim onlara. Qızının qatilini verəcəklər sənə. Dəyməz. Yox da sən mənə de ki, mən sənə onlara verim yoxsa yox. Ha? Məni ölkədən çıxart. Çox üzr istəyirəm. Mənim turizm şirkətim yoxdur. Çınar, sən onlara qalib gələ biləcəksən. Yox. Bəs onda nəyin mübarizəsini aparırsan? Qızımın qatilini versinlər mənə. Sonra istəyirlər lap məni öldürsünlər. Bəs mən?
Sonra da seni öldürecekler de. Çok sağ ol. Çok rahatladım. Değmez. Karışma bir telefonlar bir de gəlik. Çox sağ ol. Qaydana götürərsən. Mənəm. Dəniz kənarı restoran. Ay, sağ ol. Nə vaxtı gələrsiniz? 15 dəqiqəm bir tərəf tartaram. Yaxşı. Sağ ol. Tutaq ki sağ qaldın. Onda nə edəcəksən? Doyunca yatacağım. Həyat yoldaşının yanına qayıdacaqsan? Qızının qatilini axtarırsan ki, yoldaşın səni bağışlasın? Biraz da böyle suallar versen, aparıp seni öz ellerimden təhvil vereceğim. Sualıma cavab ver. Ben heç kimə özümü sübut eləməyə tələsmirəm, hazırlaşmıram. Amma həyat yoldaşın günahı səndə görür. Dilin uzandığı sənin. Bağışla. Üstünə gəlmək istəmirdim. Sadəcə belə məqamlarda nə deyərlər bilmirəm. Səni tanımıram deyə. Cavanlar. Deməli, sevgilisiz, ha? Ona göre koruyorsan bunu. Ama sonra da fikirləşirəm ki, sən sənəmə belə dəyər verməyən adamsan. Kızım, onun sənə yar olmaz. Atasına qıyan adam səncə kimə qıymaz? Seni de tanı. Böyledir. O qınamalı deyil, he? Vallahi qınamalı deyil. Ata tərəfdən yanıqlıdır. Bəxti gətirməyib. Yəni, hardaqda görür, öldürür. Ne? Niye reaksiya yoxdur? Bilirdi. Ay maşallah, ay maşallah. Sen yani bunu bilirsen ve hiç denemirsen, ha? Koşulmuşsa mı geriye? Zərəkallah. Atanın qatilli bir yerdesin. Çınar. Mən adam öldürməyi öyrədərsən. Gecə günə gül kimi qız eləmişsən özün payı. Öyrədərsən ya yox. Elə birinci səndən başlayacağım. Elə qorxdum, valla. Ya görürüz, biz gözləri baş görünə baş verir. Üstümüzdə canlı bir diye burada. Oturub Əzrail'i gözləyirik. Başa düşürsən? Hı?
Çınaca biləcək. Ver onu bu reysə. Mən girərəm söhbətə, bir tər mal alayaram. Parol demirsən yoxdur, olmasın, taparaq bir dənə xaker, pulun verərik. Sındırarıq, qaytararıq, mən girərəm bir tər söhbəti bağlayaram. Amma bu variantda bir məqam var ki, qızının qatili məsələsini gərək unudasan. Çınar. Qulaq as mənə, qulaq as. Ziyalı qızsan, diqqətlə mənə qulaq as. Harada olsaz belə, o sizi tapacaq, yerin deşiyindən də olsa tapacaq. İstədiyin səndən alacaq, sonra da öldürəcək. Başa düşürsən? Yazıqsan, yazıqsan, get həyat bu yerdən. Notebook ver mənə, mən özüm məsələni həll edirəm. Çınar atasını öldürüp. Hə, özü qəddarcasına. Sonra da anasını. Sən kimə baş qoşmusan, fərqində deyilsən. Sən burada olmamalısan, sənin həyatın deyil. Alın olsun. Notebook'u ver mənə. Parolü da. Mən şərait yaradım, sən yoxa çıx. Al, özü düşün. Valideynlerini de sen öldürmüşsən. Bir adam bunu niye eləsin ki? Ona göre de benden uzak dur. Harda durum? De. Kimin var ki? O artık benim problemim değil. Bana koşulsan tez öleceksin. Atasını öldüren adam için. Bu dünyada müqəddəs heç nə yoxdur. Vardı Emir, vardı. Ama elimden aldılar. Bəs mənə niyə onlara vermirsən? Bu qədər qəddar adam üçün. Mən nəyəm ki? Sen günahsızsan. Ben günahsız insanları öldürmürəm. Sifariş olsa bile. Onda atan... Çınar! 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 Gafur! Gafur, Çınar'ı vurdular. Gel kömeyle. Çınar'ı vurdular. Sen bilirdin ha? Şerefsiz! Sana dedim axı, çıx, get. Yaxşısan sen. Yaxşıyam səncə?
Bu da kahramanlığın sonu. Sen ahı demiştim. Ver, kız al. Sana ne lazımdı? Bu da ahı. Her ikisinden de oldun. Onun günahı yoxdur, qızı bırak. Mən doğrudan da işini bilmirəm. Xahiş edirəm, buraxın bizi. Siz çok güzel kızsınız. Adınız? Ömür. 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 Bak Ömür. Bir ömür boyu xoşbəxt yaşamaq səni arzulayıram. Düz sözümdür. Amma bu ömrü yaşamaq üçün mənə lazım olan məlumatı verməlisən. Ömür, səndə olan məlumatı aldıqdan sonra onsuz da səni öldürəcək. Mən heç də bilmirəm. Heç də bilmirəm, nə deyim sizə? Yaxşı. Onda notebook'u verin mənə. Notebook məndədir. Bu qədər qaçdı qovda oynamaq nəyə lazım idi Çınar? Özün də yaxşı bilirsən ki, mən istədiyimi əldə eləmək üçün sadəcə vaxt lazım olur. O vaxtda dolanda istədiyimi alıram. O vaxt doldu. Notebook hanı? Qızı bırak. Kızımın qatilinin kimliğini de notebook'u verin. Sən indi elə haldasan ki, nə əmr verə bilərsən, nə təklif. Versən də qəbul olunmaz. Ona görə də de, notebook hanı? Gələ. Hanı notebook? Çınar. Nədir? Gülməli nəsə dedim mən? Axmaq. Notebook məndədir, hə. Amma şifrəni qız bilir. Sən gəlib mənə deyəndə ki, daha işləmək istəmirsən. Mən çox təəssüf elədim. Ha, çox. Amma anlayışla qəbul elədim. Başa düşürəm, ailə, uşaq. Qafur gətirib səni mənimlə tanış eləyəndə sən bütün sınaqlardan keçdin. Qafur da sınaqlardan keçdi. Onda sən onu ölümdən xilas elədin. Yadındadır? Bax, indi də xilas eləyə bilərsən. Çınar, Çınar, indi sən onu xilas eləyə bilərsən. Yox Çınar. Bizi o satıb. kes sesini. Düşün. Düşün, bizim orada olduğumuzu kim xəbər elədi? Necə xəbərlədi? Telefonu tullamadın sən? Səni vurdular. Ondan kömək istədim ama eləmədi. 2 gün tanıdığın qıza inanırsan, yoxsa mənə? Bağışlayın, çox üzr istəyirəm. Söhbətinizi kəsdim. Sözünüzü qutardınız. Mənim bu söhbətə qatmayız. Silahı sən ona vermişdin mən öldürməyə.
Güllənin vaxtında dəyişməsəydim, çoxdan ölmüşdüm. İndi deyirsən məni qatma bu işə. Çınar, ya notebook'u mənə ver, ya da Qafurla sağollaş. Çınar o zibiri mi yaparsan? Bir. Çınar lanete kalmış notebook'u ver bana. İki. Öldürmeyeceğim. Kes sesi be. Qafurla əl birdiler. Dedim kes sesi be. Üç. Çınar. Yaxşı. Çınar, ben üç demiştim. Biraz geciktim. Yok yok. Gafur! Neydi taşıyın burada? Birazdan notebook məndə olacaq. Eğer şifreni öğrenebilmezsen biraz vaxt lazım olacak. Adamlarına yazabilirsen. Çınar. Bir şeyle de birazdan notebook'u götürüp gelecekler bura. Çınar. Ne olur öldürecekler bizi. Sen şifreni bilirsen. Yok, neçə dəfə dedim ki, yok bilmirəm. Şu onsuz da bilsen de bilmesen de ahırda bizi öldürecekler. Ha, çox sağ ol. Çox yaxşı təsəlli verirsən. Hara qoyub bu zəhrimar notebook? Çınar. Sağ qalsaq. Məni adam öldürməyə öyrədərsən. Sen tayların ərə getmək istəyir. Sen adam öldürmək istəyirsən. Həyat doğrudan da acımasızdır. Sən günahsız ola-ola zülüm çək. Hansısa şərəfsiz sağ qalsın. Həyatımı məhv eləyən insanlardan qisasımı almayana qədər ölmək istəmirəm. Atan bu məsələdə nə əcəb sən kömək elə? Xəbəri yox idi axı. Həm atamla o qədər də yaxın değildik. Bunu necə deyə bilərdim? Çınar, ne olur bir şeyle de ben burada ölmek istemiyorum. Reis, Gel. reis, Notebook. yoxdur ya notebook reis. Ged onu yaxşıca çırp.
Mən də indi gəlirəm. Oldu. Kiməsə zəng eləmisən? Hə? Heç kimə zəng eləmə. Vəziyyət dəyişdi bir balaca. Mən sənə xəbərləyəcəm. Çınar! Ay can. Onsuz da senden hoşum gelmirdi. Harda da notebook? Notebook maşında oturacağın altında. Baxmadın? Yok da orada. Ya bundan görə qabağa gedə bilmirsən ha? Baxdın bu oturacağın altında yoxdur. O birisinə baxardın da. Baxmamısan ha? Yaxşısan? Yaxşıyam səncə? Reis getirdim. Görsən, istəyəndə tapırsınız. Onun arvadını tap, getir yanıma. O kadar axmaqsınız ki, notebook'un yerini sizə deyəcəyimə belə inandınız. Əzəlaf. Ya, hani Çınar? Çınar hani? Qaçdı Çınar. Çınar, sen niye ağıllanmadın ha? Şifrəni niyə demirsən canın qutarsın? Bezdim hemen. Nədən? Verin bu şifrəni, sizin də canınız tutarsın mənim də. Neçədir şifrə? Şifrə. Şifrə yazılıb corabımın içindədir. Bunu bayaqdan denən canın qutarsın. Necə qaçdı? Tez, tez onu ben tapın! Tez! Bura niye geldi? Çünki burada bizi heç kim heç vaxt tapa bilməz. Buranın varlığından heç kimin xəbəri yoxdur. Düş görək. Gel.
Sənan bacım. Salam ana.